gənc oğlan can verir və deyirlər ki, çətin can verir. Peyğəmbərimiz Salavatullah gəlir onun başının üstünə və ona tohid kəlməsini təlqin edir. Deyir, la ilahə illallah deyə son nəfəsində. Bunun dili tutulur deyə bilmir. Nə qədər eləyir bu sözü deyə bilmir. Peyğəmbər təbii ki, Allahın rəsulu anlayır. Deyir ki, yəqin ki, bunun valideyni bundan narazıdır. Anası varmı bunun? Deyirlər, bəli. Anasını çağırır, deyir, sənin bundan narazılığın var. Ana deyir, bəli, mən övladımdan narazıyam. O mənə əl qaldırıb. O mənə əl qaldırıb, ona görə də mən onu bağışlamamışam, ürəyimdə incimişəm, ürəyim sınıb ondan. Peyğəmbər xahiş edir anadan, deyir ki, oğlu bağışla ki, o dinsiz, imansız dünyadan köçməkdədir. Ən həssas məqamdır insanın can vermə məqamı. Belə məqamda sən onu halal etməsən, o imansız öləcək və bu təhlükəli bir. Ana deyir, xeyr, bağışlamıram. Peyğəmbər deyir, od gətirin, od yandırırlar, gətirirlər. Oğluna yaxınlaşdıranda, oğluna yaxınlaşdıran zaman ana deyir, mən onu bağışladım, günahından keçdim, razı deyiləm ki, yansın və Peyğəmbər bundan sonra oğlanın dili açılır. Dili açılır və la ilahə illallah deyir, dünyasını dəyişir. Doğrudan da ananın, hətta övlad nə qədər anaya qarşı nankör olsa belə, onun dünya odunun ona tərəf gətirilməsinə dözmür və Peyğəmbər bu vasitə ilə o övladı bağışlatdırır anaya. Çünki ana razı olmaz ki, axirətdə övladı əzab içində olsun.